Komitə sədrindən nikahla bağlı yeni təklif. Cəmiyyətimizdə mediasiya mədəniyyəti aşağıdır. Ona görə də mübahisələrin barışıq yolu ilə həll edilməsinə meyilli olmurlar. Müsavat xəbər verir ki, bunu Milli Məclisin İctimai Birliklər və Dini Qurumları Komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, təsadüfi adamların mediator olma imkanları azaldılır. Reputasiyası başqa sahədə aşağı düşmüş insanların mediatorluğunun qarşısı alınmalıdır. Mediatorların sertifikat müddətinin 5 il olması yaxşı halda. Komitə sədri bildirib ki, evlilik zamanı bir-birinə alınan hədiyyələr sənədləşdirilmir. Ona görə də boşanma zamanı bu hədiyyələrin üstündə mübahisə yaranır. Fazil Mustafa'nın sözlərinə görə nikah müqaviləsində bu kimi məsələlərin tətbiqini nəzərdə tutmaq mütləq lazımdır. Bu boşanma zamanı məhkəmələrin yükünü azaldacaq. Nikah müqaviləsi ilə bağlı məsələlərin məcburi xarakter daşıyan elementlərinin burada əks olunmasını təmin eləyəcəyik deyə millət vəkili bildirib.